Yurdum yuvam, ayaksız kendimiz, ata tabat, akışan kendimiz. Güzel olur sende yay kış bahar, güzel olur sende yay kış bahar. Yaşıl meşeli, ömrü neşeli, sevirem seni güzel kendimi. Qarayev Əhliman Böyükxanoğlu. Mən Moranlı kəndində yaşayıram, 77 yaşım var. Mən 77 ildir Moranlının nə yolu olub, nə qazı olub, nə suyu olub. Bir də bankomatımız vardı, onu da yola görə apardılar. Moranlı, Sarxanbəyli, Həkimxanlı. 13 min əhali pensiyadan pensiyaya. Düşür Səlyan, Şirvan, Sabirabad saatda. Düşürlər bu hamarlara pul çıxartmaqdan sonra. Belə zülüm olmaz, bu cəmaata zülüm eləməkdir. Yurdum yuvam, ayaksız kendimiz, ata tabat, akışan kendimiz. Güzel olur sende yay kış bahar, güzel olur sende yay kış bahar. Yaşıl meşeli, ömrü neşeli, sevirem seni güzel kendimi. Hüseynov Bəxtiyar Babaoğlu, Moranlı kənd sakini. Mən kənd cəmaatı adından, bax, bu sovetlik, bir 3 kəndi yəni əhatə edir bizim sovetlik, Moranlı kəndi. Bizim bu sovetliyin bankomatımız yoxdur. Ən əsası birinci növbədə bizim yolumuz bərbad haldadır. Bu yolumuzla da ki bizim kəndin, cəmaatın müqəddəratı həll olur da, bu yolla gedib gəlirlər. Xəstəmizi aparırıq. Onunla kəndin məhsullarını bu yolla çıxardırıq satışa. Yəni yollarımız bərbad haldadır. Cəmaatımız indi hamı xahiş minnətlə cəmaatımızdan xahiş elədik, ağsaqqallıq elədik, düşdük qabağa cəmaatdan. Öz vəsaitimiz hesabına yolumuzu qırab elədik ki, bankomat işçiləri bizdən xahiş elədik ki, yolunuzu gedin çəkdirin. Sizə gətirək, kəndimizə bankomat qoyaq. Var idi əvvəl bankomat. Yolların bərbad halına görə gəlib gedəmədilər. Məcbur olduq cəmaatın xahiş minnətlə cəmaatdan öz vəsaitimiz hesabına yolumuzu bərpa elədik. 6 kilometr öz yolumuza çıngıl döşədik ki, bəlkə bankomatı gətirib quralar. Gəldilər, baxdılar, yenə də razılaşmadılar cəmaatla. Xahiş edirəm bizim adiyyəti qurumlardan bizim yolumuzu bərpa eləsinlər. Ondan sonra bankomatı söz veriblər, bankomat gətirib qurarlar. Sonra başqa da ki, qazımız yoxdur. Ən əsası bizim kəndə yol lazımdır. Su lazımdır, yol lazımdır, yaşayışımızı qurmaqdan ötürü. Xahiş edirik aidiyyəti qurumlardan bizim yolumuzu bərpa eləsinlər. Qalan şey hamısı düzələr inşallah. Xahiş edirik. İnşallah düzələr. Əhməd Övrət Hüseynoğlu.
Moranlı kənd sakini. Bizim nə qazımız var, nə bankomatımız var, nə də yolumuz var. Yolumuzu gəlirsiniz, görürsünüz şəraitimizi. Yoxdur yolumuz, yoxdur bizim. Moranlı kəndinə yol yoxdur. Əgər yağış, qar biraz olsa, o kollektorun su biraz artıq olsa, biz hər tərəfdən Səlyanla da, Şirvanla da, Saatlı ilə də əlaqəmiz həmişə kəsilir də, kəsilir də. Qaz, yol haqqında yolumuz da yoxdur, qardaş. Bax, bu indiki maşınların hamısı o yolu 100 dəfələrlə gedib gəlib. Neçə ildir biz burada. Mənim 80 yaşım var. Mən 80 yaşı bu yolu gedib gəlmişəm. Çox işləmişəm. Ancaq bizdə yol tükənməz haldadır. Mümkün deyil bu yolu getmək. Nə qədər düzəltsələr və cəmaət burada pul qoyub yol düzəldir. Qrabillə. Qrabil orada qalmır. Bu surəti çox, onda qrabili çox. Hərəsi burada dağıtı bir yerə. Bunu düzəltmək mümkün deyil. Ancaq dövlətin işi olmalı ki, burada o yol tarazlaşsın. Nədir buradan Vladimirovkaya Nizami kəndində 20 kilometr yoldur. 20 kilometr bu boyundan dövlətin əlində 20 kilometr bir şey yox. Ancaq bizə də çıxış yolu versinlər, biz o işi görək. Biz də gedək, yoxsa yəni gələk. İdarə ilə, təşkilatla əlaqəmiz olsun. Aparaq, məsələn, bir hündüşkamızı, bir toyuğumuzu, ya bir qoyunumuzu, malımızı aparaq, sataq bazarda gələk. Bu uşağımıza oğurluğa da getməsin. Bəs bankomat? Bankomat haqqında. Mən qoca kişiyəm, bu adamların hamısı pambıqçıdır. Bu kənd pambıq əkir. Burada çoxdur. 5.000 ton, 6.000 ton pambıq verir, 10.000 ton pambıq verir. 3 parça kənd var burada. Bu 3 parça kəndinin hamısı daranıb gedib orada pul alır. Ola bilməz o bankomatı qoyarsan bura, o pulu burada ala, faizi uçuqsa 3 manat düşəcək, 3 manatı verəcək, 5 manat düşəcək, 5 manatı verəcək, 10 manat düşəcəksə 10 manatımızı verəcək. Mən pensiyan elə zaman mənim canım çıxar. O 400 manatımı alanda 10 manatın olsa mən 40 manat orada pul qoyması bir sinakişi adamam. Qoy bu cəmaat içində, hökumət də bunu etsin. Qoy bu cəmaatınca açıq deyəm, qardaş. Mən yol gedib gəlməkdən özüm gözləyəm. Mən yoxsa dura bilmirəm. Mən yolu hardan gedib gəlim mən? Dərmanımın pulunu. Yaxşı, bu dərmanın puluna verin mən. Gelin mən oldu alın. Belə qaza verir, görəsə də verir. Mən 659 manat verib, mən 24 manat onu da uçam. Nə qədər? 659 manat verib, ayın verib oturdur. Xoş gəlib, səfa gətirib. Bu artıq danışıqdır, bax bu işlərlə. Onlar özləri lazım olanları çıxardıb yer eləyəcəklər. Bizə şərait qararlarına bu cəmaatın əlində. Pambığı əkib ola verir, oradan pulu alaq, bura verəcək. Bağlı dağları, bağlı bağlı.